Salam əziz həmkarlar. Artıq sertifikasiya imtahanımıza bir ay qalıb. Tam olaraq bir ay qalıb. Mayın 25-idir. İnşallah iyunun 25-i də artıq sertifikasiya imtahanıdır. Hər birinizə uğurlar arzulayıram. Zehniniz açıq olsun. İnşallah ki, bildiyiniz yerlərdən belə deyək suallar çıxar. Hamınızda yaxşı nəticələrlə geri dönüş edərik. Getdik, başlayaq sonuncu sertifikasiya sınavımızın izahına. Birinci sualından başlayırıq. Suda həll olmayan X maddəsi üzərinə natrium hidroksid əlavə edib qızdırdıqda alınan Y və Z maddələri əmələ gəlir və Y maddəsinin xlorid turşusuna reaksiyasına stearin turşusu əmələ gəlir. Stearin turşusu əmələ gəlirsə, əgər xlorid turşusuna reaksiyadan, deməli ki, bu ali karbon turşusudur və xlorid turşusu bilirik ki, ali karbon turşularından, ümumiyyətlə üzvü turşulardan daha qüvvətli turşudur və üzvü turşunu oradan çıxardır. Deməli ki, bu Y maddəsi ali karbon turşusunun duzudur. Natrium hidroksidlə reaksiyadan alınırsa natrium duzudur və Z maddəsi də onda digər bir məhsul olmuş olacaq. Deməli, baxaq indi buradan Y maddəsi əgər X maddəsinin üzərinə natrium hidroksid əlavə edəndə, qızdıranda Y və Z əmələ gəlir. Onda suda həll olmayan X maddəmiz yağ olacaq. Yağın da üzərinə natrium hidroksid gələndə yağın tərkibindən qlitserin çıxır və ali karbon turşusunun natrium duzu əmələ gəlir. Bu da sabundur və sabunun da üzərinə xlorid turşusu gələndə oradan natrium xlor və stearin turşusu alınmış olacaq. Deməli ki, doymuş bərk yağ imiş. Suda həll olmayan X maddəmiz. Uyğun cavab burada da A variantı. Keçdik növbəti ikinci sualımızda amonyakın oksigenlə katalytik oksidləşməsindən NO, yanmasından isə azot alınır. Reaksiyalardan alınan məhsulları müəyyənləşdirir. Natriumun qatı nitrat turşusuna reaksiyasından N2O alınır reduksiya məhsulu olaraq. Demək, burada belə bir variant yoxdur. Kuprum oksidin amonyakla reaksiyasından kuprum azot sudur, yəni məhsul olaraq azota aid sərbəst azot, yəni bu da Y-dir. Demək, bunu uyğun götürəcəm Y-ə. Ya A ya da Y variantları ola bilər. Sonra dəmirin qatı nitrat turşusu ilə reaksiyasından buradan da NO qazı alınacaq. Bu da aiddir X-ə. Deməli, uyğun cavabımız Y oldu. Argentiumun qatı nitratla NO2 verir. Burada da belə bir variant yoxdur. Keçdik növbəti üçüncü sualımıza. Deməli, hansı reaksiyadan 2 xlor mənfi və 2 xlor 2 çevrilməsi baş verir, yəni sərbəst xlorun alınmasıdır, belə deyək. Və indi baxırıq burada manqan O2 oksidləşdiricilərə xlorid turşusu ilə təsir edəndə ümumiyyətlə bu sərbəst xlorun alınma reaksiyasıdır. Yəni manqan O2-nin üzərinə H xlor gəldi, bəli, buradan mənfi 1 idi, sonra keçəcək sərbəst xlor formasına. Sonra kalium dixromatda da eyni prosesdə oksidləşdirici üzərinə xlorid turşusu gəlmişik. Sərbəst xlorun alınmasıdır. Mənfi 1, 0 keçidi baş verir. Və natrium xlorun elektrolizindən də biz anodda sərbəst xloru alırıq. O zaman da mənfi 1-dən 0-a gəlmiş olur. Digərlərində dəyişiklik yoxdur. Kalium xlor və oksigen bizə lazım olan reaksiya deyil. Argentium xlor və nitrat turşusu mənfi 1-dən mənfi 1 oksidləşmə reduksiya deyil. Deməli, 1, 4, 5 uyğun cavab olacaq. Bu da D variantı. Keçdik növbəti 4-cü sualımızda kuprum və plümbümdən ibarət 5 mol qarışığımız var və artıq miqdarda qatı sülfat turşusuna reaksiya daxil olur. Kuprum üzərinə gəldik H2SO4. Buradan alınır kuprum SO4, SO2 və su. Deməli, reaksiyanı əmsallaşdırsaq, deməli, 2 kürdümüz var. Bura 2 yazsaq 4, burada 2 yazırıq. 6, 8 əmsallaşma tamamlanır. Plümbüm isə qatı sülfat turşusu ilə reaksiyadan turş duzu alınır. Plümbüm HSO4 2 dəfə və SO2 ilə su. Reaksiyanı əmsallaşdırsaq, burada deyəsən 3 olmalıydı. 2, 3. Plümbüm onda 1-dən olacaq. 6 hidrogen isə suyun da əmsalına 2 yazsaq, əmsallaşmamız tamamlanmış olur. İndi deyir ki, ümumilikdə 5 mol qarışıqdır kuprumla plümbüm qarışığı və artıq miqdar qatı sülfat turşusu ilə reaksiya daxilində 2 mol normal duz əmələ gəlir. Və reaksiya daxil olan turşuların mol miqdarını hesablayın. Buradan baxırıq ki,
2 mol normal duz deyirsə, bu turş duzdur da, düzdürmü? Deməli 2 mol kuprum SO4 alınıb. 2 mol kuprum SO4 ilə reaksiyada nə qədərdir? Elə 2 molda kuprum sərf olunur. Onda 2 mol kuprum 3 molda plümbium imiş. Və əgər 2 moldursa, onda bundan 4 mol HGSO4 reaksiya daxil olur. Onda yeri qalan 3 molda plümbiumdur. 3 mola da 9 mol lazım olacaq. Deməli 4 və 9. Ümumilikdə 9 da gəl 4, 13 mol deməli turşu sərf olunmuş olur. Uyğun cavab Y variantı. Keçdik 5-ci sualımızda 200 qram 98% sülfat turşusu var. Biz bilirik ki, qatı sülfat turşusu higroskopikdir və suyu özünə çəkir. Deməli, suyu özünə çəkirsə, onda bunun məhlulun kütləsi artır. Və 200 qramdan daha çox, yəni M qram məhlul ki alınır, axırda M 200-dən daha çoxdur, çünki su gəlib. Və su gəldiyinə görə faiz azalır, məhlul durulaşır. Onda X də 98%-dən daha kiçik rəqəm olur. Uyğun cavab 5-də B variantı. 6-cı sualda X spirtindən alınan sadə efir molekul kütləsi 46-dır. Sadə efir deyəndə biz bilirik ki, 2 mol spirtdən 1 mol sadə efir alınır. Sadə efir. Deməli, indi deyir ki, efirin molekul kütləsi 46-dır. Efirin molekul kütləsini yazsaq, 14N plus 18, bu bərabərdir 46-ya və buradan 14N bərabərdir 16-dan 8, 8, 28, N də bərabərdir 2. Deməli, sadə efirin tərkibində, məsələn, dimetil efiridir. 2 dənə karbonu var. Dimetil efir isə bizim başlanğıc spirtimizdə metil spirt olacaq. Və rabitədə iştirak edən spirtdə, rabitədə iştirak edən hibrid orbital sayını müəyyənləşdirir. Spirtin molekulunda yəqin nəzərdə tutulub. Spirtin molekulunda rabitədə iştirak edən hibrid orbital. Hər karbonun 4 hibrid orbitalı 4 də rabitə yaramada iştirak edir. Oksigenin 4 hibrid orbitalından sadəcə ikisi rabitə yaramada iştirak edir və bu da cavab olur 6. Keçdik növbəti 7-ci sualda X maddəsini tuş mühitdə hidrolizə uğratdıqda Y və Z məhsulları əmələ gəlir. Tuş mühitdə hidrolizə uğrayırsa, deməli ki, bu efir olacaq, indi mürəkkəb efir. Adətən və alınan Y maddəsinin üzərinə natrium hidroksid SO4 əlavə edib qızdırdıqda qırmızı rəngli çöküntü alınır. Natrium hidroksid və kuprum SO4, buradan kuprum hidroksid nəzərdə tutaq. Deməli, kuprum hidroksid alınır və natrium sulfat və kuprum hidroksidə qırmızı rəngli çöküntü verirsə, deməli, bu kuprum 2 çöküntüsüdür və bu aldehid qrupası saxlayandır. Turşulardan biz bilirik ki, mürəkkəb efirdən turşu və spirt alınır da. Çünki deyir, Z maddəsi spirtli içkilərin hazırlanmasında istifadə olunur. Onda Y maddəsi də turşu imiş və turşu da kuprum 2 ilə reaksiya kuprum 2 qırmızı rəngli çöküntü verirsə, deməli ki, bu ancaq formiat turşusu ola bilər və 2 dənə formiat turşusuna aid variantımız var. Və deyir ki, Z maddəsinin spirtli içki istehsalında bu etil spirtidir və ona görə də uyğun cavabımız da elə 7-də A variantı olacaq. Keçdik 8-ci sualda tərkibində X duzu olan suyu qaynadanda qabın dibində tədricən Y duzunun çöküntüsü əmələ gəlir. Təbii ki, buradan kalsium karbonat və ya da maqnezium karbonat çöküntüsü olur, ərpin əsas tərkib hissəsi. Ona görə də elə bu olacaq. Çünki natrium karbonat ümumiyyətlə çöküntü deyil, hidrokarbonat da çöküntü deyil, natrium nitrit çöküntü deyil. Çöküntülər bir dənə bunlardır. Bunların da içərisindən bizə deyir ki, alınan çöküntü asetat turşusunda həll olub Z qazı əmələ gətirir. Kalsium SO4-dən asetat turşusu əlavə edirsəm, heç bir həll olmayacaq. Ona görə bu variant da gedir. Yalnız B qalır. Kalsium karbonatın üzərinə asetat gələndə, bəli, asetat turşusu karbonat turşusundan daha qüvvətlidir. Ona görə də oradan CO2-ni çıxardır. H2O, CO2, yəni karbonat turşusunu çıxardır və Z qazı da CO2 qazı olacaq. Bu da uyğun gəlir. Deməli, bu da olur kalsium hidrokarbonat. Uyğun cavab 8-də də B variantı. 9-cu suala baxırıq. Deməli, spirt lampası budur. Deməli, ilkin kütləsi 223-dür. Təcrübə aparılandan sonra ilkində 200 qram qalıb. Yəni, 23 qram spirt yanıb. İndi baxırıq ki, buradan 1 mol, yəni 46 qram spirt yananda 1364 kilojul enerji ayrılıb. Bəs 23 qramda nə qədər enerji ayrılacaq? Buradan da yəni yarısı qədər edir. 1364-ün yarısı eləyir
Bir dənə baxım, 600 neçəsə, 1364 bölü 2 eləyir 682. İndi bizə lazımdır 682 kilojoule enerjinin ayrılması. Nə qədər suyun maye haldan buxar halına keçməsindən yaranar? Deməli, su mayədən keçdi, su qaz aqreqat halına. Baxırıq, burada əmsallar hamısı 2-dir, verilən istiliyə uyğun. Biz də 2 götürək ki, rahat işləyək. Deməli, 2 mol suyu maye halda 572-dir. 2 mol su qaz aqreqat halında 484-dür və bu reaksiyanın istilik effekti Q bərabərdir. Sağ çıxılsın sol, yəni 484 çıxılsın 572. Elə 2 mola uyğundur ha bu. Bu da eləyir 88 deyəsən eləyir. 572 ilə 484-ün fərqi 88. Mənfi 88. Yəni 88 kilojoule enerji tutulurdu. İndi mənfi müsbətə burada ehtiyac yoxdur. Və spirtin yanmasından ayrılan istilik, yəni 682 temperaturu 100 dərəcədə olan neçə mol suyun tamamilə buxarlanmasına sərf olunar. Deməli, 2 mol suyun maye haldan buxar halına keçməsinə 88 kilojoule enerji lazımdır. Bəs neçə mola 682 olacaq. Buradan da 88-i vururam 682-yə. Daha doğrusu 682-ni vururam. Deməli, 2-yə bölürəm 88-ə. Bu da eləyir 15,5. Uyğun cavab olacaq burada da C variantı. Növbəti 10-cu sualda həcmcə 20% azot, 80% hidrogendən ibarət qarışıqdır. Yəni, tutaq ki, 100 moldur. Bunun 20 molu azotdur, 80 molu da hidrogendir. Və ümumi mol sayı 20% azalıb, yəni 20 mol azalıb şəklində baxaq. Həmişə nə deyirdik? Azot-hidrogen reaksiyalarında azalma amonyakın miqdarıdır. Deməli ki, 20 mol amonyak sərf alınıb. 20 mol amonyak alınanda 30 mol hidrogen sərf olunacaq, 10 mol da azot sərf olunacaq. Bunların başlanğıcı nə qədər idi? 20 və 80. İndi 80-dən 30 çıxanda buradan hidrogen qaldı 50, 10 da qaldı azot və 20 də alındı amonyak. Və deyək, alınan qaz qarışının orta molyar kütləsini hesablayın. M orta bərabərdir. 20-ni vururam 17-yə, üzərinə gəlirəm 50 vurulsun 2, üzərinə də gəlirik 10 vurulsun 28 və bölürəm molların cəminə 70, bu da 10, 80-ə. Buradan da tapırıq ki, M orta nəyə bərabərdir? Deməli, 34 üstə gəl 10, hamısını 10 dəfə azaldıram da, üstə gəl 28 eləyir 72, bunu da 8-ə böləndə orta molyar kütləmiz 9 olacaq. Uyğun cavab D variantı. Getdik növbəti 11-ci sualımıza. Deməli, kalsium karbonatdan kalsium oksid və CO2-nin alınma reaksiyalarını verir və deməli, CO2-nin həcminin sabit qiymətində. Yəni, tutaq ki, hamısından sabit olaraq 1 mol CO2 alınıb. Onda çıxım nə qədərdir? Bax, 100 qramdan 1 molun alınması bu A-nın, yəni A-ya uyğun olanın 100% çıxım deməkdir. Yəni, zaten 100 qramdan 1 mol alınmalıdır. Deməli, çıxım 100%. Əgər 200 qramdan 2 mol alınmalıydı, amma 1 mol alınıbsa, deməli, bu yarısı qədər alınır. Onda B bərabər olur 50%. Əgər 400-dən 1 alınıbsa, deməli, bu 4də 1-i qədər olub. Əslində 4 mol alınmalıydı. Onda bu da 25%. Və uyğun olaraq A böyükdür B, o da böyükdür C. Cavab olur A variantı. Növbəti keçdik sualımıza. Deməli, belə bir qrafik verib. Üzvün birləşmənin yanması zamanı əmələ gələn mol sayının zamanın asıllıq qrafiki yuxarıdakı kimidir və buna əsasən hansılar doğrudur. Baxıram ki, 4 mol su alınıb qrafikdə. Əgər 4 mol su alınıbsa, deməli ki, 8 hidrogeni var imiş. Onda X-in yerinə yazıram 6, ikisi də burada. Elədir 8. Deməli, C3H6 OH 2 dəfə və indi 3 mol CO2 əmələ gəlir. Bəli, zaten 3 dənə karbonu varsa tam yanmasından 3 mol da CO2 əmələ gələcək. Bu doğru ifadədir. Sonra ikincidə X-in qiyməti 6-dır. Bu da doğrudur. Yanma zamanı 5 mol oksigen qazı sərf olunur. Deməli, ümumi oksigenlərə baxıram. 4 mol su və 3 mol da CO2 alınırsa, 4, o da 6. 10 mol
oksigen atomu deməkdir. Bunun ikisi buradadır, spirtin tərkibində. Onda 4 mol oksigen də yanmaya sərf olunar. Deməli ki, 3-cü ifadə yanlışdır və uyğun cavab olacaq 12-də D variantı. 13-cü sualda qrafika əsasən hansı münasibət doğrudur? Deməli, reaksiyada sərf olunan x-dir, bir də sərf olunan y-dir. Deməli, x2 plus y2 alınır, bu da alınan qrafik yuxarı qalxan, bu da z-dir. İndi hər birinin əmsalına uyğun yazaq. Alınan maddənin əmsalı özünə uyğundur. Başlanğıcları isə sərf olunur. 5-dən 4-ə düşüb 1 sərf olunub. 4-dən də 1-ə düşübsə 3-də y sərf olunub. Deməli, 3-ün 1-ə. Reaksiyamız budur və sürət də hər birinin əmsalına uyğun olaraq deməli, müqayisə olunur. Deməli, y-in əmsalı x-dən 3 dəfə çox olduğuna görə y-ə görə sürət daha çox, 3 dəfə daha çoxdur x-ə görə surətdə. İndi burada elə bir asıllıq görmürəm. Bu yanlışdır. X sanki y-dən 3 dəfə çoxdur kimi görsənir. Burada da x y-ə bərabər görsənir. Deməli, yanlışdır. Daha sonra, indi baxırıq x ilə z arasında. Z x-dən 2 dəfə çoxdur. Yəni, z-ə görə surət bərabərdir 2 dəfə daha çox x-dən. Deməli, bu doğru ifadədir. Və y-ə görə surət isə z-dən 1,5 dəfə çoxdur. Ona görə y-də 1,5 z-ə bərabərdir. Bu da doğru ifadədir. 2, 3 uyğun cavab 13-də Y variantı. Keçdik 14-cü sualımızda su məhlulda gedən reaksiyalar və onların əlamətləri arasındakı uyğunluğu müəyyənləşdirin. Deməli, kuprum SO4, barium hidroksid, duz və metal OH reaksiyası. Əvvəldə çöküntü yoxdur, amma axırda kuprum hidroksid və barium SO4 çöküntüsü alınır. 2 cürə çöküntü alındı. Yəni, 2 çöküntü alınması bunu götürür 1-ə. Daha sonra, indi 1-ə 5-dirsə, ya bu, ya da bu ola bilər də. Keçdik ikinciyə, natrium karbonat H2SO4. Deməli, sulfat karbonatdan güclü olduğuna görə karbonatı çıxardır və alınır natrium 2SO4, üstə gəl H2O və CO2. İndi duz haqqında heç bir şey yoxdur, amma su və qaz alınır. Deməli, qazla suyun alındığı reaksiya, bu da ikinciyə aiddir. Deməli, yox, biz burada bunu səhv götürdüm. Bu birinciyə 5 aiddir, hə, düz götürmüşəm. Birinciyə 5 aiddir, ikinciyə də 1 aiddir. İkinciyə də 1 aiddirsə, cavab çıxır buradan Y variantı. Yenə də hər ehtimal digərlərində baxaq. Plümbiumun kalium 2-lə plümbium nitrat, daha doğrusu plümbium S və kalium nitrat alınır. Yəni, bir dənə çöküntü alınır. 3-ə 3 uyğundur. Sonra barium H2SO4-də, burada da barium SO4 çöküntüsü və H2S qazı. Əslində, məhlulda gedən prosesdir. H2S qaz kimi götürülməsə də olar. Amma başqa variant da yoxdur. Deməli, burada da ikincini uyğun olaraq götürəcəyik. Qaz və çöküntünün alınması kimi. Deməli, Y variantı uyğun variantdır. Keçdik 15-ci sualda. Deməli, qapalı qabda 2NO plus oksigen, 2NO2. Biz reaksiyanı buradan yazaq. 2NO plus oksigen alındı 2NO2. Hamısı qaz aqreqatlarındadır. Reaksiya aparılır, tarazlıq yaranır. Onda yazıram başlanğıc sərf tarazlıq. Və deyək, tarazlıq anında NO2-nin mol miqdarı əmsalına uyğun 2x yazıram. Başlanğıc maddələrin tarazlıq anındakı mol miqdarından 2 dəfə çoxdur. Onda bunların tarazlıq anındakı mol miqdarı ümumi olaraq x-dir. Və 2x alınanda ümumi olaraq 3x-də NO ilə oksigen sərf olunur. İkisi bir yerdə. Və ümumilikdə bunların başlanğıcı onda 4x imiş. Və təzyiq dəyişməsi deyəndə başlanğıcdakı ümumi ilə axırdakı ümumini müqayisəsidir. Yəni 4-dən 3-ə düşüb. Bir azalma var. Həmin 1x qədər azalma 4x-in neçə faizini təşkil edir? X-lər buradan ixtisar gedir. Cavab olur 25%. 25% dəyişib. İndi 25% azalıb yoxsa artıb? 4-dən 3-ə düşüb. Təbii ki, 25% də azalmış olacaq 15-ci sualda. 16-cı suala baxırıq. Şagirdin minimal sayda milkürəcikdən istifadə etməklə tərkibində bir asimetrik karbon atomu olan dolmuş bir atomlu spirtin quruluşunu modelləşdirir. Deməli, bu karbonu asimetrik eləyəcəksə, buna bir hidrogen,
1 OH, 1 CH3, bir dənə də bundan biraz daha böyük CH2, CH3. Yəni minimum sayda belə deyək də mil kürəcikdən istifadə etməklə bunu hazırlamaq olar ki, bir dənə də asimetrik olsun. Bu zaman neçə hidrogen kürəciyini ikili karbon atomuna birləşdirməlidir. İkili karbon atomu deməli bu karbondur. 2 dənə karbonla əlaqəsi var. Bir də bu karbondur. Buradakı da hidrogenlərin sayına baxsaq, həmin karbona birləşən hidrogenlər 3 dənə olur. Uyğun cavab 16-da da B variantı. OH qrupuna birləşən karbon ikili üçlü olmasına OH təsir göstərmir. Keçdik 17-ci sualda. Təcrübəçi X duzunun tərkibini müəyyən etmək üçün suda məhluluna kalium hidroksid məhlulu əlavə edir. Bu zaman məhluldan kəskin iyinli qaz ayrılır. Deməli bu amonyak qazı olacaq. Qələvə əlavə olunanda amonium hidroksid əmələ gəlir ki, bu da amonyaka və suya parçalanır. Yəni amonyak qazının təyini reaksiyasıdır. Amonium duzlarında istifadə olunur. Və indi amoniumdursa, deməli amonium xlorid də ola bilər, amonium bromid də ola bilər, amonium ortofosfat da ola bilər. İndi digərinə baxaq. Deməli, alınan qaz yaş lakmus kağızını göy rəngə boyayır. Bəli, amonyak qazıdır. Alınan məhluldan argentium nitrat məhlulu keçirəndə sarımtıl ağ. Burada həm sarımtıl, həm də ağ yazıblar. Amma elə yəni öz etalonlarında da cavablarında da elə götürüblər. Əsas axırıncı, yəni sarımtıl olsa da ağ rəngli çöküntünü əsas önəm daşıyıb, deməli əsas üstünlüyü ona verilib. Ona görə də amonium xlorid götürəcək. Əksəriyyət burada sarımtıl rənginə görə amonium bromid götürüblər. Yəni deyərdim ki, ola bilsin ki, test tərtib eləyəndə orada mexaniki bir səhv gedib, amma əsas yəni etalonu da nəzərə alsaq və sonda olaraq ağ rəngli çöküntü, yəni ki, amonium xlorid daha məqsədə uyğundur götürülməsi. Ona görə uyğun cavab B variantı götürülür. Keçdik fosforun natrium hidroksidlə su ilə reaksiyasından, qələvi mühitdə reaksiyasından. Buradan deməli natrium H2PO2 əmələ gəlir, bir də fosfin qazı çıxır. Reaksiya təhlili üçün hansı ifadə səhvdir deyir. Biz bilirik ki, burada 2 hidrogen olsa da bu bir əsaslıdır və bu normal duzdur. Ona görə normal duz olma variantı doğrudur, amma tuş duz alınır. Bu artıq yanlış ifadədir. Elə yanlış istədiyinə görə də B variantını götürürük 18-də. Keçdik 19-cu sualda. Amonium nitrat və nitritin parçalanmasından məhsullar, alınan məhsullarımız buradan azotdur, sudur, buradan da N2O və sudur. Və alınan məhsullar qatı sülfat turşusundan keçiriləndə kütləsi 36 qram azalır. Təbii ki, bunlarla bərabər hər dəfə su alınır da, düzdürmü? Qatı sülfatla nə N2O reaksiyaya girməyəcək, nə azot. Deməli ki, reaksiya daxil olan su olacaq və ümumilikdə 2 mol sudur. İlkin qarşılığını deyir mol sayını. Ümumilikdə 2 mol su, bilir ki, hər birinin parçalanma reaksiyası eyni cürdür. Bax, məsəl üçün NH4NO2 parçalanır N2O və su. 2, zaten 4 dənə hidrogendir. Deməli, 1 molundan 2 mol su alınır. Digərində də NH4NO3-də də eyni qaydadır. N2O və 2 mol da su buradan alınır. Deməli, yenə 2 moluna 1 mol su. Ümumilikdə 4 mol su alınanda ümumi 2 mol maddələr sərf olunur və ümumi 2 mol əgər su alınsa 1 mol ümumi maddələrin ilkin qarşılığı mol sayılır. Ona görə də uyğun cavab burada da 19-da A variantıdır. 7-20-ci sualda 20 dərəcədə 18 dəqiqəyə başa çatır. Yəni tau 1 anı 18 dəqiqədir. Tau 1 anı və T1 isə 20 dərəcədir. Sonra bu reaksiyanın 2 dəqiqəyə başa çatması üçün, yəni tau 2 dəqiqə olması üçün neçə dərəcəyə qaldırmaq lazımdır? Yəni T2 bərabərdir sual və qamma deyir hər 10 dərəcə 3 dəfə artır, yəni qamma da bərabərdir 3-ə. Asıllığımız nədir? T1-in T2-yə nisbəti bərabərdir. Qamma üstü T2 minus T1 bölünsün 10. İndi T1 neçədir? 18, T2 2, qamma 3, T2-ni bilmirik, amma T1 20-dir, bölünsün 10. 18-i 2-yə bölünür 9. 9 da 3-ün kvadratıdır. Yəni bunun yerinə 3-ün kvadratı yaza bilərəm.
Onda köklər ixtisar gedəndə 2 də bərabərdir. T2 minus 20 bölünsün 10. Və buradan da T2 bərabər olur 40 dərəcəyə. Uyğun cavab B variantı olacaq. Keçdik 21-ci sualda. Eyni monoamin monokarbon turşusundan əmələ gələn tripeptid. Deməli, tripeptid bərabərdir 3 amin turşu çıxılsın 2 mol su. Deməli, eyni amin turşudan əmələ gəlib. İndi tripeptid molekulunda ümumi atomların mol sayı 3A-dırsa, onda digər tərəfdə də 3A qədər atom sayı olmalıdır. Yəni, hamısı bir yerdə. Onda 3 mol amin turşuda, 3 amin turşudakı atomların sayından çıxıram. 2 mol sudakı atomların sayı, bu da eləyir 6. Onda hər tərəfi 3-ə bölsəm, A bərabərdir, amin turşudakı atomlar çıxılsın 2 və amin turşu molekulundakı atomların sayı da A plus 2 olacaq. Uyğun cavab 21-də də A variantı. Keçdik növbəti 22-ci sualımıza. Deməli, xlorid turşusu ilə reaksiya daxil olan maddələr propilamin, izopropilamin və propilaminlə izopropilaminin qarışığıdır. Hamısı propilamin və izopropilamin hamısı eyni emerə malikdirlər. Əgər bunların belə deyək, reaksiya daxil olan kütlələri eyni kütlədirsə, hər biri ilə yəni ki, kütlələrinə uyğun 1 mollarına 1 mol nitrat turşusu, xlorid turşusu sərf olunur. Eyni kütlədədirlərsə, onda eyni kütlədə də xlorid turşuları sərf olunacaq. Yəni, N1 bərabərdir N2, o da bərabərdir N3. Keçdik 23-cü sualda. Deməli, X faizli, X qram 200 qram X faizli natrium hidroksid məhlulu. Deməli, 200-ün içərisində onda 2x qədər natrium hidroksid var. Qalanda sudur. Sonra 300 qram 4,2 faizli. 3-ü 4,2-yə vursaq, 3 vurulsun 4,2. Bu da eləyir 12,6. Bu da qalanda sudur və məhlullar qarışdırılır. Bu nitrat turşusudur, HNO3. Bu da natrium hidroksiddir və maddələrdən biri tamamilə sərf olunur. Alınan doymamış məhlulda qələvinin kütlə payı. Qələvinin kütlə payı deyirsə, deməli qələvi artıq qalıb. Onda nitrat turşusu tamamilə sərf olunur. Və 12,6-nı bölürəm 63-ə mol sayını hesablamaq üçün. Bu eləyir 0,2 mol nitrat turşusu. Reaksiya zaten birin birə nisbətində gedir. Buradan natrium nitrat və su alınır. Əgər bu 0,2 moldursa, ondan 0,2 molda natrium nitrat sərf olunur. 0,2-ni 40-a vuranda eləyir 8 qram. Onda yerdə qalır 2x çıxılsın 8 qram natrium OH. Və qələvinin kütlə payı duzun kütlə payından 2 dəfə çoxdur. Deməli, alınan doymamış məhluldur. Buradan 0,2 molda nitrat turşusu alınır, natrium nitrat duzu alınır. Deməli, 62 üstə gəl 23, bu eləyir 85. 0,2-ni də 85-ə vursaq, bu da eləyir 17 qram duz. 17 qram duz, əgər kütlə payı deyirsə ki, duzun kütlə payına 2 dəfə çoxdur, yəni kütləsindən 2 dəfə çoxdur, çünki eyni məhluldan söhbət gedir. Onda 2x minus 8-i bərabər edirəm 17 vur 2, yəni 34-ə. 34-ün də üzərinə 8 gələndə 42, bunu da 2-yə böləndə x bərabər olur 21-ə. Yəni, x əvvəldə x faizli var idi ki, o da 21 faizdir. Uyğun cavab B variantı. Getdik növbəti 24-cü sualımızda. Misin qatı nitrat turşusu ilə reaksiyasından alınan müəyyən miqdar kuprum nitrat elektrolizindən 11,2 litr oksigen alınır. Duzun alınma reaksiyası zamanı neçə qram NO2 əmələ gəldiyini hesablayın. Deməli, kuprumun qatı nitrat turşusu ilə reaksiyasından alınır. Kuprum NO3 2 dəfə. Sonra buradan alınacaq NO2 qatı deyir də. NO2 və su. Və deməli, buradan alınan kuprum nitrat, kuprum NO3 2 dəfə
elektrolizindən deməli alınır katodda mis, anodda oksigen və nitrat turşusu. Bura 4, 2, 2, 2. Və 11,2 litr oksigen alınıb. Yəni 0,5 mol. 0,5 mol deməli onda 1 mol da kuprum nitratdır. 1 mol kuprum nitrat alınıbsa, indi burada əmsallaşdırmanı da aparaq. Neçə qram NO2 əmələ gəlib? Deməli, kuprumun nitrat turşusunun reaksiyasının 0-dan müsbət 2-yə gəldi. Sonra müsbət 5-dən müsbət 4-ə gəldi. Onda aradakı fərqi 2-ni buraya yazıram. Biri də kuprumun qarşısına. Deməli 4 mol nitrat və 2 mol da su. Aha. İndi 1 mol kuprum nitrat alındığında 2 mol da NO2 alınmış olur və bizə deyir neçə qram. Neçə qram, yəni 46 vur 2. Deyir 92 qram. Uyğun cavab olacaq Y variantı. Getdik 25-ci sualda. Reaksiyaya girən qazlar qarşılığı azot və hidrogendir və ümumilikdə 5 moldular. Artıq qalan azotun kütləsi 28 qram, yəni 1 mol. 1 mol. Deməli 5 moldan 1 molu artıq qalıb. O demək ki 4 mol reaksiya girib. Zaten bunlar da deməli reaksiya əmsallarına görə baxsaq elə 4 mol reaksiya daxil olur. Bu zamanında 2 mol amonyak alınmış olur. Əgər sonda qabda qalan neçə mol qaz qarşılığı var? 2 mol alınan amonyak və 1 mol da artıq qalan azot, cəmi 3 mol qazımız var. 25-də C variantı. 26-cı sualda 24 qram qızdırılmış miski oksid üzərindən 22,4 litr amonyak qazı keçirilib. Deməli, kuprum O üzərindən keçirilib amonyak qazı. Buradan kuprum, azot və su alınacaq. Deməli, indi buradan əmsallaşdırsaq 2, bura 1 yazsam, 2 dəfə ölçüm 6-dır. Onda bura 3 yazaq. Onda kuprumdan bu da oldu 3. Aha. Deməli, 24 qram qızdırılmış miski oksid üzərindən və 24 qram nə qədərdir? 22,4 litr amonyak, yəni 1 mol amonyak qazı keçirilib və reaksiya tam gedib. Amonyakın həcmcə neçə faizə oksidləşir? İndi baxıram ki, 80-i 3-ə vuranda 240 qramla 2 mol reaksiyada lazımdır. 24 qrama onda 0,2-si sərf olunacaq. Deməli 0,8 mol amonyak sistemdə artıq qalacaq. Və 0,2-dən bu reduks edicidir amonyak burada. 0,2-dən deməli 2-dən 1-dirsə 0,2-dən də 0,1 mol azot. Deməli 0,1 mol azot elə 0,2 mol azot atomu deməkdir də. Amonyakın, yəni reaksiya daxil olan miqdarının hamısı oksidləşmiş formadadır. Ona görə də 1-dən 0,2-si, yəni 20% oksidləşmiş formada olur. Uyğun cavab B variantı. 27-ci sualda reaksiyaya girən maddələrimiz misdir və qatı nitrat turşusudur. Əmələ gələn qazın həcmi 11,2-dir, məhsulun çıxımı da 80-dir. Onda yazıram ki, 80% ilə 11,2-dir. Bəs 100% ilə nə qədər olmalı idi? Birinci bunu tapaq. Çünki reaksiya əmsallarını uyğun bununla hesablayacağıq. Deməli 0,5-i 100-ə vuranda, bura yazıram 0,5 mol. 100-ə vuranda eləyir 50. 50-ni də böləndə 80-ə. Bu da eləyir 0,625. İndi bu yazaq reaksiyamızı. Kuprum üstə gəl HNO3 alındı kuprum nitrat, NO2, su və reaksiyanı əmsallaşdırsaq, deməli müsbət 5-dən müsbət 4-ə 1, bu da 2, deməli uyğun olaraq 4 və 2. İndi deməli əgər NO2-nin əmələ gələn qaz deyil də, NO2-nin mol miqdarı 0,625 olmalı idisə, reaksiya daxil olan misin kütləsini bilmirik. Amma 2 mol olanda bilirik ki 64 qram mis reaksiya daxil edir. Buradan hesablayaq.
64'e vurub 2'ye böləndə bu da eləyir 20. Uyğun cavab 27-də C variantı. Keçdi 28-ci sualda. Maddəmiz doymuş üçlü amindir və deyir ki, molekulunda proton-neytron fərqi 15-dir. Protonla neytron fərqi hidrogendir. Deməli, 15 dənə hidrogenimiz var. 15 hidrogendəki 2n plus 3 bərabərdir 15. Bu bir dəqiqə 2n plus 3-lə hesaplamayayım. Belə hesablayaq da. Amindirsə CnH2n plus 1 NH2. 2n plus 3. 2n plus 3-dürsə, deməli, bu da bərabər oldu 15-ə. Buradan 2n bərabərdir 12, n də bərabərdir 6-ya. Yəni, 6 dənə karbonu var və maksimum birli deyirsə, onda azota zaten iç tərəfdən birləşdirməliyəm, düzdürmü? CH2, CH3 şəklində yazıram. Yəni, hamısını etil radikalı şəklində yazıram. Bu da birlidir, bu da birlidir, bu da birlidir, bu da birlidir. CH2, CH3, bu da birli, bu da birli və ona görə də deməli maksimum 6 dənə birli karbon olmuş olur. Uyğun cavab 28-də A variantı. Keçdi 29-cu sualda. Uyğun şəraitdə 1,5 mol difosfor pentaoksid, yəni P2O5 və 81 qram su axıra qədər reaksiyalara daxil olur. Deməli, alınan turşu üçün doğru olan ifadələri müəyyənləşdirin. 81 qram su, görə neçə moldur? 81-i bölürəm 18-ə, bu eləyir 4,5. 1,5-ə 4,5 isə 1 moluna 3 mol sudur. Onda nə alırıq buradan? 2 mol H3, P, oksigen 8-də PO4. 2 mol H3PO4. Şimdi alınan turşumuz oldu orta fosfat turşusu. Bir əsaslıdırmı? Yanlışdır. Bizdən doğrular istəyir də. Həm normal, həm də turşu əmələ gətirə bilir. Bu doğrudur. Sonra molekulunda 2 fosfor atomu var. Yanlış. Gübrə istehsalında istifadə olunur. Doğru. 2, 4, Y variantı. Keçdi 30-cu sualda 6 mol amonyak maksimum neçə mol orta fosfat turşusuna reaksiya daxil ola bilər? Maksimum turşu deyəndə maksimum turş duz alınan versiyaya baxırıq. Yəni amonium dihidro orta fosfat. Və baxıram ki, burada da amonyakla PO4 arasında 1-in 1-ə nisbətindədir. Yəni 6 mola da elə 6 mol orta fosfat turşusu lazımdır. Uyğun cavab Y variantı. 31-də hansı reaksiya praktik əhəmiyyət kəsb eləmir? Praktik əhəmiyyət kəsb eləməyən, bax, məsələn, kalsium karbonatdan kalsium oksidinin alınması, əhəng daşından kalsium oksidinin alınma reaksiyası bu istifadə olunan əsas reaksiyalardan biridir. Kalsium üzərinə oksigen gəlib kalsium oksidinin alınması. Kalsium oksid zaten təbiətdə var. Bunun niyə bu qədər kalsiumu yandıraq? Yəni ki, əlavə enerjidir. Sənayedə heç bir praktik əhəmiyyəti yoxdur. Çünki bu zaten var olan bir birləşmədir. Kalsium oksidin su ilə reaksiyası, kalsium hidroksidinin alınması bu istifadə olunan reaksiyalardan da praktik əhəmiyyət kəsb edir. Kalsium hidroksidin CO2-nə kalsium karbonatın alınması bu əhəng suyunu bulandırma reaksiyasıdır. Kalsium hidroksidin xlorla bu da dezinfeksiya edici, yəni kalsium hipokloridin alınmasıdır. Yəni bu da praktik əhəmiyyəti var. Amma B variantının ümumiyyətlə heç bir əhəmiyyəti yoxdur. 32-ci sualda doymuş birli aminin 1 molunun tam yanmasından alınan qazlar qarışığının kütləsi aminin nisbi molekul kütləsinə 57 qram çoxdur. İndi birli amindir. Tutaq ki, CnH2n plus 1 NH2 şəklində yazıram. Üzərinə oksigen gəldik. N qədər CO2 və 0,5 mol azot, da buna N falan yazmıram. Və müəyyən qədər də su, indi suyun əmsalına heç ehtiyac yoxdur. Bizə bu qazlar qarışığı lazımdır. Qazlar qarışığının kütləsi deməli eləyəcək 44N üstə gəl 0,528-ə vuranda 14 və deməli aminin nisbi molekul kütləsindən 57 qram çoxdur. Yəni bu da bərabərdir aminin nisbi molekul kütləsi üstə gəl 57. Deməli 14N plus 17 üstə gəl 57. Bunu biraz daha sadələşdirək. 14N plus 60, 74.
44-dən 14 çıxanda neçə qalır? 30. 30n bərabərdir 60-a, n də bərabərdir 2-yə. Aha. Nedir? Amin molekulunda atomların sayını tap. Onda bu C2H5, NH2'dir. 7, bu da 3. Elədir 10 mol atom. 1 molunda 10 mol, molekulunda da 10 dənə. Uyğun cavab 32-də də B variantı. Keçdik 33-cü sualda. Maddənin quruluşu şaxəlidir. 4 dənə karbonu biz belə yaza bilərik. İzobutil formasında və hidrogen atomunun qopduğu karbon birinci karbon. Yəni buradan çıxır. Onda radikalımız X nə olacaq? İzobutil. Deməli ya A ya da D variantı ola bilər. Daha sonra C3H8 3 dənə karbondur, normal quruluşdadır. İkinci karbondan şaxə çıxır. Bu izopropil radikal olur. Deməli oldu izopropil. Artıq cavab çıxdı. Amma yenə də dördüncüyə də baxaq. Üçüncüyə daha doğrusu. 4 dənə karbondur, şaxəlidir. Elə həmən ki. Amma ikincidən çıxıb. Bu da üçlü butil radikalı. Demək bu da doğrudur. 33-də D variantı. 34-cü sualda 2 mol kalsium hidroksidi, 3 mol da H3PO4 tam reaksiya girəndə X və Y duzları qarşıya alınır. Deməli, ya buradan 3 ilə ümumiyyətlə duz alınır da. Kalsium 3PO4 2. Sonra alınır kalsium HPO4 1-in 1-ə nisbətində. Burada 3-ün 2-yə nisbətində. Yəni kalsiumdan PO4-ün sayına uyğun müqayisə edirsən. Burada hərəsindən bir dənədir. 1-1. Bir də var kalsium H2PO4 2 dəfə. Burada da 1 və 2 dənə də PO4. Yəni 1-in 2-yə nisbəti. İndi bizə 2-nin 3-ə nisbəti deyirsə, deməli 2 dənə kalsium, 3 dənə də PO4. Deməli alınan duzlar hidroduzlar olacaq. Kalsium H2PO4 və kalsium HPO4. Sonra deyir ki 4 mol kalsium hidroksid və 3 mol H3PO4 tam reaksiya gəlir. Y-dən Z duzları qarşıya alınır. İndi baxaq görə Y bunlardan hansıdır? 4 moldursa, 4 molda birini bu götürsəm, 3 dənə kalsium getdi, bir dənə də kalsium bunlardan birindədir və 3 molda H3PO4. Onda deməli bunu götürürəm, 1 molda bundan. Elədi 4 dənə kalsium, 3 dənə də PO4. Düzdürmü? Onda bunlar üçün ortaq olan Y hidroortofosfat olmalıdır. Yəni deməli D variantı, başqa da variant yoxdur zaten. D variantı olacaq. Deməli Y budursa, X oldu dihidroortofosfat, bu da doğru. Bu X, bu Y, bu da Z olur. Z də kalsium ortofosfat. Uyğun cavab da olacaq D variantı. 35-ci sualda deməli aşağıdakı bəzi bərk kristallar və onların xüsusiyyətləri göstərilir. Bilirik ki, ion kristal qəfəsinə malik olanların ərimə qaynama temperaturları yuxarıdır. Molekulyar quruluşda olanlar, molekul kristal qəfəsə əmələ gətirənlər isə daha aşağı temperaturda əriyirlər. Ona görə də yod molekulyardır və aşağı temperatur doğrudur. Natrium klorid iondur və yuxarı doğrudur. Amonyak atom yanlışdır. Amonyak molekuldur və aşağı olmalıydı. Deməli 1, 2 uyğun cavab C variantı. 36-cı sualda birinci iyonlaşma enerjiləri arasındakı əlaqə aşağıdakilərdən hansında düzgün verilib? Birinci iyonlaşma enerjiləri bunların zaten neytral haldır. Neytral halda da kənara çıxma 2 ilə 3-cü qrupda və 5 ilə 6-cı qrup arasındadır. Digərlərində əsasən soldan sağa doğru artır. Deməli, bu X 13-dürsə, hamısı eyni təbəqədə yerləşir də. Deməli, bu 15-dir, bu da 17-dir. Deməli, radiusa görə müqayisə eləyəndə X böyükdür Y-dən, o da Z-dən. Amma iyonlaşma enerjisi radiusdan tərsdir. Deməli, X kiçik olacaq Y-dən, o da kiçik olacaq Z-dən. Uyğun cavab 36-da da A variantı. Keçdik 37-ci sualda X qazının müəyyən təzyiq və temperaturda həll olması aşağıdakı cədvəldə göstərilib. Deməli, həll olmaları verib təzyiq və temperaturdan asılılıq. Temperaturun sabit qiymətində hansının təzyiqi çoxdursa, qazların həll olması təzyiqlə düz asılıdır da.
Hansının təzyiqi çoxdursa, orada deməli həll olma çoxdur. A1 böyükdür A2. Və baxıram eyni təzyiq olanlara hansınla temperatur necə dəyişir? Temperatur aşağı olanda həll olma daha çoxdur. Yəni A3-ün həll olması daha çoxdur A1-dən. A1 də A2-dən çoxdur. Ona görə A3 böyükdür A1, o da böyükdür A2-dən. 3 böyükdür, 1 böyükdür 2. Uyğun cavab burada da C variantı. 38-ci sualda deməli tarazlıq məsələsidir. Yazaq, birinci öz reaksiyamızı yazaq. 2A işarəsi ilə belə yazın. B plus C, hamısı onsuz da qaz aqreqat halındadır. Deməli, başlanğıc sərf tarazlıq şəklində yazıram. Deməli, tarazı sabiti 4-dür. Okay. 100 dərəcədə 2 litrlik qabda V bərabərdir 2. 2 mol hərəsindən olmaqla A, B, C yerləşdirilib. Yəni, ümumi ilkin qarışıq 6 moldur. Və eyni temperaturda tarazlığa çatan reaksiya üçün tarazlıq sabiti əgər 4-dürsə, deməli, reaksiya düzünə istiqamətə gedib. Və bu zaman əmsalına uyğun olaraq A azalıb, digərləri də əmsallarına uyğun olaraq artıblar. Onda 2 minus 2x, bu da 2 plus x, 2 plus x şəklində yazıram və 4, yəni 2-nin kvadratı bərabərdir. Deməli, bunların hamısını həcmə bölək, qatılıqla ifadə edək. 2 plus x bölü 2-nin kvadratı, çünki 2 dənədir də bundan. Bölürəm 2 minus 2x bölü 2-nin kvadratına, çünki əmsalı 2-dir. Və hamısını kvadratdan çıxardıram. Bu 2-lər buradan ixtisar gedir. Yerdə nə qaldı? 2 bərabərdir. 2 plus x, aşağıda da 2 minus 2x. Və bunu sadələşdirək. 2 plus x bərabərdir. 4 çıxılsın 4x və 5x bərabərdir. 2x də bərabər olur 0,4-ə. İndi əgər x 0,4-dürsə, deməli, A-nın tarazlıq qatılığı gətirək yerinə qoyaq. 2 çıxılsın, 2-ni 0,4-ə vuranda 0,8 bölü 2, 1,6-nı 2-yə böləndə bu eləyir 0,8. Yəni 1 milyardan kiçikdir, doğru ifadədir. B-nin tarazlıq qatılığı. B üçün baxıram. 2 plus x, yəni 0,4 bölü 2. Bu da eləyir 2,4 bölü 2, yəni 1,2. Demək, bu da doğrudur. Və qab daxilində qazların ümumi mol miqdarı artır. Əvvəl 6 idi. Bəs indi neçədir? Mol miqdarlarına baxaq. 2-dən 2 çıxılsın 2x. Yəni 2-dən 0,2 çıxan, 0,8 çıxanda 1,2. Sonra bu A-dır. Üzərinə gəldim. 2 üstəgəl x, yəni 2,4. Və üzərinə gəldim yenə 2,4. Neçə elədir? 8, 10, 1 yadda 4, 5, bir də yadda 6. Deməli, yenə də oldu 6. Düzdürmü? 6,0-da. Deməli, yenə də 6. Deməli ki, qaz qarışığının ümumi mol miqdarında heç bir dəyişiklik yoxdur. Bunu hesablamadan da bilmək olar. Zaten 2A sərf olunanda 2 molda qaz alınır. Yəni, heç bir dəyişiklik yoxdur. Ona görə 3-cü yanlış ifadədir. 1 ilə 2, yəni C variantı doğru ifadə olacaq. Səndə doğrular istəyir 38-də. 39-cu sualda deməli hidrogen halogentlərin polyarlığının azalma sırası. Polyarlıq bilirik ki, H flor daha polyardır. Getdikcə də H broma, H yoda doğru getdikcə. İndi onda x bərabərdir flor götürsəm, Z bərabərdir, məsələn, flor götürməliyəm. Y də bərabərdir, tutaq ki, brom götürməliyəm. Və deyir, reaksiyanın alınan maddə turşuluq xassəsinin azalma sırası ilə düzün. Deməli, akril turşusu bilirik ki, doymamış üzvü turşudur, hansı ki, oksigenli turşu hesab olunurlar və indi HX ilə akril turşusunun, yəni CH2, 2 qat rabitə CH, COO, H. Və buradan deməli üzərinə HX, yəni H flor gələndə bu olur CH3, bu da olur flor.
Digərlər eyni qayda ilə, məsələn, ikinci Y düzulu, üçüncü Z törəməsidir. Deməli ki, indi turşuluq hadisəsini müqayisə edəndə, məsələn, necə ki, H4-dən H4-ə doğru turşuluq artırdı, amma oksigenlərdə isə aşağıdan yuxarıya doğru artırdı. Ona görə də X daha qüvvətli turşudur Z-dən, o da Y-dən. Yəni elə buradakı müqayisə olduğu kimi qalır. Deməli, X-ə uyğun gəlir A, daha çoxdur Z-dən, yəni C-dən, o da Y-ə uyğun gələn B-dən. A böyükdür C, o da böyükdür B. İndi bizə deyir azalma sırası, yəni çoxdan aza doğru sıralayacaq. A, C, B. Uyğun cavab 39-da A variantı. 40-cı sualda deməli spirtdir. Spirtdən oksidləşib aldehidə, aldehiddən də karbon turşusuna. Deyir, birinci karbon atomunun oksidləşmə dərəcəsi necə dəyişir? Və birinci karbon atomu deyəndə budur. CH2OH kənara çəkirəm. OH ümumilikdə mənfidir, hidrogen müsbətdir. Bura qalır -1. Sonra birinci karbon atomu deyir də, burada COH. COH-da oksigen -2, hidrogen -1, ümumi -1 eləyir, bu da -1 eləyəcək. Bu ikinci. Üçüncüdə də ki, COOH-a baxıram. -2, -2, bu da -1. Demək, bu da oldu -3. Ona -1-dən -1-ə, -1-dən də -3-ə, ancaq artan istiqamətdə gedir. Uyğun cavab da 40-da D variantı. Keçdik 41-ci sualda. Deməli, suda məhlulda alüminium sülfat duzunun dissosiasiyasının qrafikinə əsasən duzun dissosiyasiya dərəcəsini hesablayacağıq. Alüminium sülfatın emerini yazsaq, deməli, görün neçə eləyir? 342. Onda baxıram ki, alüminium 2, SO4 3 dəfə. Dissosiyasiya eləyəndə tam dissosiyasiyasına 2 mol alüminium 3 müsbət, 3 mol da SO4 2 mənfi alınır. Və alınan bu qrafiklərə əsasən görürük ki, daha az kütlədə alınan, bu elə bir ki 96/3, 288 qramdır. Bu isə 54 qramdır. Yəni aşağıdakı alüminiumdur, bu isə SO4-dür. Və deməli SO4 əgər 115,2 qram alınıbsa, 171-dən, yəni 0,5 molundan əslində 1,5 mol SO4 alınmalıydı. 100% çıxımdır. Düzdürmü? 100% çıxımdır. Amma nə qədər alınıb bizdə? 115,2 qram. Yəni 115,2-ni bölürəm 96-ya, eləyir 1,2 mol. Onda 1,2 mol alınıbsa, alfa nəyə bərabərdir? Yəni dissosiyasiya dərəcəsi bir çıxım kimi də götürmək olur. Yəni eyni tənasübdür əslində. 1,2-nin 1,5-in 80%-ni təşkil edir. Yəni həm reaksiyanın çıxımı 80%-dən, dissosiyasiyası 80%-dir. Deməli, uyğun cavab Y variantı 41-ci sualda. Keçdik 42-ci sualımıza. Nə üçün natrium stearat bərk sabun cod suda pis köpüklənir? Ümumiyyətlə, natrium duzudursa, biz deyə bilmərik ki, bu suda pis həll olur. Cod suda sadəcə magnezium, kalsium ionları olduğuna görə magnezium, kalsium kationları stearatla suda həll olmayan duzlar əmələ gətirir. Ona görə köpüklənmə baş vermir, çox pis köpüklənir. Deməli, uyğun cavab burada Y variantıdır. Digərlərində görürsünüz, natrium stearat cod suda qələmlik yaradır və yaxud da cod suda həll olmur kimi variantlardır. Yəni, onlar heç biri doğru variantlar deyil. Yəni, köpüklənməməsinin səbəbi kalsium, magnezium ionlarının çöküntü əmələ gətirməsidir. 43-cü sualda molekulunda 6 karbon atomu olan alkan əsas zəncirində ikinci karbon atomu üçlüdür. Deməli, ikinci karbon atomu üçlüdürsə, bunu belə yazdım. Və üçüncü karbon atomunun oksidləşmə dərəcəsi -2-dir. -2-dirsə, onda bunun 2 dənə də müsbəti var. Bu CH2 vəziyyətindədir. Deməli, bir dənə də yanında karbonu var. Ümumilikdə, deməli, 6 karbon atomu və bir dəqiqə, üçüncü karbon atomu -2-dir. Sonra əsasən ikinci karbon atomu üçlüdür və 6 dənədirsə, onda bunu belə yazaq da biz. Başqa nə yazaq? Buradan 1, 2, 3. Demək, üçüncü karbon atomu -2 doğrudur. İkinci karbon atomu üçlüdür. Bu da doğru. Ümumilikdə 6 dənə karbonu var. Bu da doğru. Onda olur 2 metil pentan.
Uyğun cavab da 43-də B variantı. 44-cü sualda deməli CO oksigen və CO2-dən ibarət 10 mol qarışıqdır və reaksiyamız baş verir. Reaksiyanı verib özü 2CO plus oksigen alındı 2CO2. Alınan qarışıq 2 mol CO, 6 mol da CO2-dən ibarətdir. Yəni oksigen yoxdur. Deməli oksigen tamamilə sərf olunur. Əgər başlanğıc sərf tarazlıq yazıram. 6 mol əvvəldə də CO2 var idi. 10 molun içərisində və axırda da CO2 var və axırda biz ümumi qaz qarışığına baxırıq. 10 moldan düşüb 2/6 8 mola. Azalma nədir? Sərf olunan oksigendir. Çünki 2 mol CO sərf olunanda 2 mol da CO2 alınır. Burada heç bir azalma falan olmur. Amma reaksiya daxil olan oksigen itkiyə gedir. Ona görə də 2 mol fərq vardı ya, ondan 8-ə düşüb. Deməli, oksigenin sərfinə 2 yazıram. Oksigen qalmayıb deyə, deməli, əvvəldə də 2 imiş. Və 2 mol oksigen sərf olanda 4 mol CO sərf olunur, 4 mol da CO2 alınır. İndi bizə deyir ki, 6 mol CO2 alınır. Deməli, 2 molu əvvəldən var imiş. Düzdürmü? 4 mol da alınanda, ümumilikdə, axırda 4 üstə gəl 2 eləyib 6. Və 2 mol da deyir CO artıq qalıb. Onda CO da əvvəldə 6 imiş. Həqiqətən də əvvəlkilərin cəmi bizə 10 verir. Axırdakilərin cəmi də bizə 8 verir. Yəni tamamilə şərt ödənir. Və deyir başlanğıc qarşıda CO2-nin mol sayını. CO2 başlanğıcda nə qədərdir? 2 mol. Uyğun cavab B variantı. 45-ci sualda elektron formulu verilən hansı atomun tək elektron sayı xrom atomunun tək elektron sayına bərabərdir? Xrom 24-dürsə, bu 3D5 4S1 formasındadır və 6 dənə tək elektronu var və baxırıq variantları hansında tək elektron 6-dır. 3S1-də 1 dənə, P3-də 3 dənə, D-də də 2 dənə, yəni 6 dənə tək elektron C variantındadır. 46-cı sualda X və Y-dən ibarət 80 litr qaz qarışığının deyir, həcmcə 20%-i X-dir. Ümumi 80-in 20%-i nə qədər eləyir? 80-i vururam 20-yə bölürəm 100-ə, sıfırlar getdi, eləyir 16. Yəni 16 mol X var, deməli yerdə nə qədər qalır? 80 çıxılsın 16, bu da eləyir 64. 64 molda Y-imiz var. Və indi reaksiyaya baxaq. X2 plus Y2 alındı X, Y2. Əmsallaşdırıram. Onda Y-ə də 2 yazacağım. Deməli, başlanğıc sərf tarazlıq yazaq. Bu 16-dır, bu da 64-dür. Qaz qarışığının reaksiyasından X, Y2 alınıb. Deyir ki, reaksiya başa çatandan sonra alınan qaz qarışığında X, Y2-nin həcm faizini tapın. Yəni, tam reaksiya deməli gedir aralarında. Çünki başqa variantımız yoxdur. 16 mol X-in hamısı sərf olunsa, 32 mol da Y sərf olunmalıdır və ya litr. 32 litri də artıq qalır Y-in və bu zaman eyni miqdarda da, yəni 32 litrdə X, Y2 alınmış olur. Çünki molları eynidir Y-ilə. Bu 32 sərf olunanda bu da 32 alınmış olacaq və axırda hərəsindən 32. Yəni reaksiya başa çatandan sonra. Çünki tamamilə sərf olunur da başa çatanda. Deməli 50% həcmcə məhsuldur, 50% də artıq qalan Y-dir. Ona görə 46-da uyğun cavab C variantı olacaq. 47-ci suala baxaq. Kalium kloratın parçalanma reaksiyasıdır və bərk nümunənin kütləsinin zamanla asılıq qrafiki. Deməli ilkin kütlədəki 300 bu ancaq kalium klorata aiddir. Və kalium kloratın, indi yəqin ki, parçalama deyəndə burada termiki yox, katalitik parçalama nəzərdə tutulur. Çünki termiki parçalamada bərk kütlə dəyişmir. Yəni, neçədirsə eyni qalır, amma katalitikdə bərk kütlədə azalma baş verir. Kalium permanganatla katalitik parçalanmasında bura 3, bura 2, bura 2 yazaq. Deməli, baxırıq azalmaya. Azalma çünki oksigendir. 300-dən 276-ya düşüb. 300-dən çıxıram 276. Bu edir 24 qram azalma. Onda baxıram ki, əgər 2 mol kalium klorat parçalansaydı, 3 mol, yəni 96 qram oksigen alınmalıydı. Amma 24 qramdırsa, görüm nə qədər kalium klorat parçalanıb.
Deməli 24'ü vururam 2'yə, bölürəm 96'ya. Buradan tapıram ki 0,5 mol. Və 0,5 mol parçalanda 0,5 mol da kalium klor alınır. Və deyir, bizdən sadəcə bunu istəyir də. Neçə mol kalium klorat parçalanır? Elə 0,5 mol. Digər hesab bizə lazım deyil. Uyğun cavab 47-də A variantı. 48-ci sualda. Deməli, aşağıda göstərilən hissəciklərin radiuslarının düzgün azalma sırası hansı bənddə göstərilib? Radiusların azalma sırası. Baxıram, bax, hamısı izoelektrondur. Deməli, oksigen -2 vəziyyətində 8, -2-dirsə 10 elektron, 2, 8. Sonra neona baxırıq, 10-dur, 0 vəziyyətində yenə 2, 8. Sonra natrium müsbət 11'dir, 10 elektron, yenə 2, 8. Sonra azot 7'dir, -3 vəziyyətində yenə 10, 2, 8. Flor mənfidir, 9, 10 elektron eləyir. Bu da 2, 8. Yəni izoelektrondular. Və izoelektronlarda radiusu müqayisə eləyəndə deməli sıra nömrəsi kiçik olanın radiusu daha böyük olacaq. Burada sıra nömrəsi kiçik, ən kiçik azotdur. Onda yazıram 4 ən böyükdür. Deməli 8-dən, yəni oksigendən. O da böyükdür 9 olan hansıdır? Flor. O da böyükdür 10 olan neon, yəni 2. O da böyükdür natriumdan 3'dən. 4 böyükdür, 1 böyükdür, 5 böyük, 2 böyük, 3. Və azalma sırası dediyinə görə 4'dən 3'ə doğru sıralayırıq. Burada da bir dənə variantımız uyğun gəlir. 48'də D variantı. Və keçdik son 2 sualımıza. 49-cu sualda ikinci qaba x qram nitrat turşusu əlavə edilir və tərəzinin tarazlığı dəyişmir. İndi baxıram ki 65 qram sink reaksiya daxil olanda buradan 2 qram azalma baş verir. Yəni 1 mol hidrogen çıxır və bu zaman qabda 63 qram ağırlaşma baş verir. Əgər mən bura 32,5 qram sink əlavə eləsəm, qab nə qədər ağırlaşar? 32,5'i vururam 63'ə, bölürəm 65'ə. Bu deyir 31,5 ağırlaşma. Yəni qabın kütləsi bu qədər artır. Yazaq, artır. İndi digəri də eyni qədər artım olması üçün nə qədər nitrat turşusu əlavə eləməliyəm? Deyir, ikinci qaba x qram nitrat turşusu. Nitrat turşusu əlavə olunanda burada heç bir belə deyək ki, kənara çıxma yoxdur. Yəni burada qram yox, yəqin ki mol yazmaq istəyib, çox güman. 31,5 qram, amma buradakılar kiçik rəqəmlərdir də. 31,5'i 63'ə böləndə bir dənə hesablayaq, böldük 63'ə, hə, bu 0,5 mol edir. Yəni uyğun cavab, əgər mol, qram yox, mol olsaydı, bəli, cavab olacaqdı Y variantı, 49-cu sualda. Orada qram yazılıb, amma mol olmalıdır. Və 50-ci sual, hansı reaksiyalar getmir? Kalsium karbonat, natrium sulfat. Deməli, əvvəldə çöküntü var, duz və duz reaksiyasında əvvəldə çöküntü varsa reaksiya getmir. Yəni 1 getməyəcək. Sonra ikinciyə baxıram, natrium karbonatın üzərinə karbonat turşusu gələndə natrium hidrokarbonat alınır, 2 gedir. Natrium hidrokarbonat parçalanında natrium karbonat CO2 və su alınır. Yəni CO2'nin alınması üçün bu da gedir. CO2'nin üzərinə magnezium gələndə bu reduksiya prosesində magnezium oksid, bu da doğru ifadədir. 4-cü də gedir. Magnezium oksidin üzərinə natrium hidroksid gələndə əsası oksiddir, qələvi ilə reaksiya getməyəcək, amfoterlər gedirdi, yəni əsası oksid getmir, ona görə 5 getməyəcək. Sonra 6-cıya baxıram, natrium oksigenlə natrium peroksid əmələ gətirir, bu da doğrudur. Deməli 1 ilə 5 getməyən reaksiyalar uyğun cavab Y variantı olacaq.